olsun şəki, qəlbimiz əlbəttə ki, həmişə döyündü sənlə, fəxr edirik vətənlə. Vardı Cəyirli kəndi, əziz doğma vətəndi, gözəldi hər bir yanı, igidlərin ünvanı. Harda hayanda olsaq, hansı məkanda olsaq, arzu diləyimiz bizim, sənsən ürəyimiz bizim. Bu yurdun övladların, gərək çəkim adların. Vardı Söhrab Əsgərov, atası Rizvan Əsgərov, atası kimi hünərli, cəsarətli, dəyərli. Qeyd eləyim Söhrabın, var altında bir maşın, yadda qalıb markası, baik olub markası. 77 nömrəsi 825'di. Görək xeyrini görsün, xeyir işlərə sürsün. Oduz hörmətindədir, Losas şirkətindədir. Sadə, dürüst, mehriban, bu cür tanındı Söhrab. Qəlbdə olmayıb kini, Cəyirli kənd sakini. Əmisi var idi Əfqan, cavan yaşından Hakan. Tərk elədi dövranı, dərd götürdü ünvanı. Deyək ruhuna rəhmət, amma dəyişdi vəziyyət. Pis oldu birdən-birə, qəsd olundu şairə. Qaldı hamı nigaran, meyxanaçıydı Əfqan. Bir ölümün havasıyla, bir bıçaq yarasıyla dəyişdi dünyasını, saxlayır qiyasını. Bu vəziyyət acınacaqlı, Söhrabın əmsi oğlu. Xəstəlik olmuş kədər, cavan getdi Abuzər. Vəfasızdı bu dünya, tutmuş epilepsiya. Hələ bu da azmış kimi, həmin bu kənd sakini. Qalıb bizdən aralda, boğulmuşdu kanalda. Allah rəhmət eyləsin, yerin cənnət eyləsin. Yoldaşı Sevda xanım, həm də atası Mərdanın. Xatirindədir hər gün, qoydu bizləri üzgün. Anası gülər nigaran, yadına salır hər zaman. Çətindir bala dərdi, hər günü min kədərdi. Bacısı afaq günbəgün, düşündü oldu üzgün. Fələk gətirmiş belə, saydığım bütün ailə. Unutmayıb Əfqanı, ilahinin fərmanı. Bu cür imiş neynəyək, ruhuna rəhmət deyək. Heyfaz müddətdir bu, nə edək qismətdir bu. Barışmaq bizə qaldı, sevənlər yada saldı. Allah rəhmət eyləsin, yerin cənnət eyləsin. Allah rəhmət eyləsin,